Situasiya suallarına baxaq. Yenə müəllim irsi məlumatlar genetik kod mövzusunu izah edərkən transkripsiya prosesinin nüvədə translyasiya prosesinin sitoplazma edən orqanizmlər haqqında danışmışdı. Və burada üçüncü sualımıza baxaq. Transkripsiya, translyasiya prosesləri nüvədən başqa, yəni nüvədə getməsin, hansı orqanoidlərin daxilində gedə bilər deyirsə əgər, biz bilirik ki, DNT-si olan orqanoidlər bir mitoxondridir, bir də plastidlər. Və bu nüvədən başqa, burada bilirsiniz ki, bunların içərisində DNT vardı və RNT vardı, təbii ribosom da vardı və fermentlər vardı. Və bunlar olduğu üçün xüsusilə DNT, RNT, DNT transkripsiya edəndə RNT-ni yaradır, reduplikasiya eləyəndə özünü yaradır. Yəni, və translyasiya prosesi də var idi ki, RNT-dən zülal sintezi olunurdu. Onun üçün də biz mitoxondri və plastidlərdə bu molekullar olduğu üçün transkripsiya, translyasiya prosesinin getdiyini deyə bilərik.